Bəllidir ki, birincisi Quran özünün oxunması əzəmətli mükafat var və hər bir kəs çalışmalıdır Quran oxumağa, Quranı öyrənməyə. Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, kim Allahın kitabından bir hərf oxuyarsa, onun üçün mükafat var. Və bir mükafat 10 mislindədir. Demirəm əlif, ləm, mim hərfdir. Lakin deyirəm əlif hərfdir və ləm hərfdir və mim hərfdir. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm bu hədisi bizə açıq-aydın göstərir ki, hər bir hərfi oxuduqca 10 savab yazılır. Yəni Elhamdülillahi Rabbil Alamin. Elhamdu hər bir əlif, ləm, hə, mim, dəl hamısını hər bir hərfə görə lillahi, ləm, oradakı sonra Allah Subhanahu taala lafz-ı cəlalən hərflər, Rabbil, Rabə hamısı nədir? Hər bir hərfə görə 10 mükafatdır. 10 savabdır. Hətta nədir? 700 qata kimi də yazıla bilər əgər insan ixlaslıdırsa. Eyni zamanda qulaq asmaq da sünnədir. Allah Rəsulü sallallahu əleyhi və səlləmin gəlib götürəcək bu hədisləri qısa olaraq. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm Quran-ı-Kərimdə nə deyir? Ərəf surəsində 204-cü ayədə. Quran oxunduğu zaman qulaq asın və ansitu, susun dinləyin ki, rəhm olunasınız. Və şək yoxdur ki, Quran oxunduqda ədəblərdəndir ki, Qurana qulaq asmaq və susmaq, başqa söhbətə etməmək. Və Qurana qulaq asdıqca mükafat qazanılır. Və eyni zamanda Allah Rəsulü sallallahu əleyhi və səlləm tələb edib sahabelərdən Quran oxunulması. Necə ki, Abdullah ibn Məsuddan radiyallahu anhudan xahiş etmişdi ki, nədir? Quran oxusun və Allah Rəsulü sallallahu əleyhi və səlləm onun Quran oxunmasını dinləmişdir. Və eyni zamanda Abu Musa Əş'ari radiyallahu anh yanına bir gecə keçdikdə görür ki, nədir? Eşidir ki, o Quran oxuyur. Allah Rəsulü sallallahu əleyhi və səlləm dayanır və onun Quran oxumasına qulaq asır. Necə ki, bu iki hədis Səhih Buxaridə və Səhih Müslimdə gəlir. Və İmam Nəvəvi rahimehullah qeyd edir ki, yəni burada nədir? Müstəhəbdir ki, Qurana qulaq asmaq diqqətlə və Quranı tədəbbür etməyə ağlayaraq və eyni zamanda qarşındakı insanı tələb etmək ki, müstəhəbdir ki, istəmək ki, Quran oxusun və sən də ona qulaq asasan. Və şək yoxdur ki, kim Qurana qulaq asarsa, eyni mükafatı qazanmış olur.